Məndən soruşurlar, rəssam olsaydın, nələri düşünərdin, nələr çəkərdin? Dedim ki, kədərli, qəmli gözləri hər zaman sevincli gülə çəkərdim. Mən rəssam olsaydım, at susuzları bir rəsimlərimdə yad eyləyərdim. Kimsəsiz uşağın göz yaşın silib, qəlbini ovudub şad eyləyərdim. Mən rəssam olsaydım, o qanlı yerə, Kərbəla çölünə bulaq çəkərdim. Bəlkə də təsəllim olacaq deyə, hər kəsi o suya qonaq edərdim. Mən rəssam olsaydım, ata-anamın saçının ağ telin qara çəkərdim. Onları almağa gələn əcəlin əllərim bağlayıb dara çəkərdim.